Salam dostlar, bugün vətəndaşlardan gələn sualları MyGov ID-nin məhsul sahibi Ləma Səmədova ilə birgə cavablandırırıq. Ləma xanım, salam. Salam. Hazırsa suallara keçid edək. Sualların cavablarına keçid etmədən öncə qeyd etmək istərdim ki, köhnə adı ilə Digital Login kimi tanıdığımız vahid giriş sistemi artıq rebranding edərək MyGov ID kimi fəaliyyətinə davam edir. İlkin sual odur ki, soyadım dəyişib, lakin MyGov ID-də hələ də köhnə soyadım görünür. Bunun üçün hara müraciət etməliyəm? Əslində bunun üçün heç bir yerə müraciət etmək lazım deyil. Biz vətəndaşlara bu rahatlığı təmin etmək məqsədi ilə MyGov mobil tətbiqinin daxilində MyGov ID hesab idarə etməsi bölməsi yaratmışıq. Həmin bölməyə daxil olaraq vətəndaş rahatlıqla şəxsi məlumatlarım hissəsindən məlumatlarımı yenilə düyməsinə klikləyərək şəxsiyyət vəsiqəsində dəyişmiş hər hansısa bir məlumatını rahatlıqla yeniləyə bilər. Bir neçə cihazda MyGov ID-m açıqdır və başqalarının daxil olmağından narahatam. Bunu necə daha təhlükəsiz hala gətirə bilərəm? Əslində bu çox yaxşı sualdır və MyGov ID-nin təhlükəsizliyi baxımından çox aktual sualdır. Burada belə bir vacib məqamı vurğulamaq lazımdır ki, şəxsi kompüterləri olmayan vətəndaşlar tez-tez internet klublarda hər hansısa informasiya sistemlərinə keçid edirlər və bu zaman onların ilkin giriş üsulu identifikasiya nömrəsi, yəni FIN ilə giriş üsulu olduğu zaman onlar şifrələrini daxil edirlər və sonra hesabdan çıxmırlar və bu zaman onların şifrələrinin oğurlanması halları baş verir. Bunlardan qaçınmaq üçün biz MyGov ID-nin daxilində iki faktorlu avtentifikasiya və giriş açarı funksionallıqlarını əlavə etmişik. Bu funksionallıqları vətəndaşlar şəxsi kabinetlərindən aktivləşdirərək hesablarının təhlükəsizlik səviyyəsinin artırılmasını təmin edə bilərlər. Ləma xanım, bəs giriş açarı və iki faktorlu avtentifikasiyanı aktivləşdirəndə vətəndaşlar hansısa çətinliklərlə qarşılaşa bilərlərmi? Bəli, qarşılaşa bilərlər və bununla da bağlı bizə tez-tez müraciətlər olur. Məsəl üçün, iki faktorlu avtentifikasiyanı aktivləşdirən vətəndaşlar bir müddət MyGov ID-yə giriş etmədikdə bu üsulun işləmə ardıcıllığını unudurlar və identifikasiya giriş üsulu sistemə daxil olarkən onlardan FIN məlumatı və şifrə tələb olunur. Bunu yazdıqdan sonra ekrana iki faktorlu giriş üsulunda tələb olunan 6 rəqəmli şifrəni daxil etmək tələb olunur və vətəndaşlar bu hissədə çaşırlar. Elə bilirlər ki, bu kod onların telefon nömrəsinə SMS kimi gəlməlidir. Əslində isə iki faktorlu avtentifikasiyanı aktivləşdirən zaman izahlarda biz qeyd etmişik ki, bu sizin telefonunuzda mövcud olan Authenticator tətbiqlərindən istifadə edərək orada qeyd olunan 6 rəqəmli şifrəni yazmaqla mümkündür və bunu tez-tez məsələn vətəndaşlar qarışdırırlar. Ona görə də vətəndaşlara hər hansısa bir funksionallığı aktivləşdirdikləri zaman onlara daha diqqətli olmağı tövsiyə edirik. Növbəti sual səsləndirirəm. MyGov ID hesabımı bağlamaq istəyirəm. Bunun üçün hansı addımlar atmalıyam? Əslində bu suala belə cavab verim. Bununla bağlı müraciətlər bizə o qədər də çox olmur və mən bunu tövsiyə etməzdim vətəndaşlarımıza. Nə üçün? Ona görə ki, MyGov ID-nin inteqrasiya etdiyi 240-dan çox informasiya sistemi var və bu o deməkdir ki, vətəndaş əgər MyGov ID akkauntunu bloklayırsa, o bir sistemə yox, 5 sistemə yox, 200-dən çox sistemə onun girişi məhdudlaşmış olur. Təbii ki, əgər vətəndaş həmin sistemlərin heç birisindən bundan sonra heç vaxt istifadə etməyəcəksə ki, bu da belə deyim də rəqəmsal dünyada yaşayan vətəndaş üçün çox az qarşılaşıla biləcək bir haldır. Bu edilə bilər. Bunun üçün MyGov üzərindən müraciətlər bölməsindən təbii ki, müraciət yollayaraq MyGov ID hesabının bloklanmasını istəyirəm deyə vətəndaş müraciət göndərə bilər. Amma dediyim kimi biz bu halı vətəndaşlara tövsiyə etmirik. Çünki statistik olaraq baxdığımız zaman bunu tələb edən vətəndaşlar üzərindən çox zaman keçmədən yenidən bu qərarın geri çəkilməsi üçün müraciət edirlər. Aydındır Ləma xanım. Keçid edirəm növbəti suala. İzləyicimiz soruşur ki, məlumatlarım sorğulanıb. Bunun səbəbi nə ola bilər? Bu cari vəziyyətdə çox aktual bir sualdır. Ona görə ki, biz bununla bağlı artıq MyGov mobil tətbiqi vasitəsilə vətəndaşlara bildirişlər göndərməyə başlamışıq və bu bildirişlər vətəndaşları narahat etməyə başlayıb ki, görəsən mənim məlumatlarımı banklar nə üçün, yaxud da şirkətlər nə üçün sorğuluyur. Bunun ümumiyyətlə ilkin səbəbini sizə, yəni vətəndaşlara məlumat üçün qeyd edim ki, hər hansısa bir şirkətin, yaxud da bankın, yaxud da qurumun sizin məlumatınızı sorğulaması sizin icazəniz olmadan mümkün ola biləcək bir şey deyil. Ola bilər ki, vətəndaş hər hansısa bir formada, məsəl üçün bu kağız daşıyıcıda razılığın qəbul edilməsi ola bilər, yaxud da onlayn qaydada, rəqəmsal qaydada razılığın qəbul edilməsi ola bilər. Yəni bunu təsdiq
təsdiq etdiyini və məlumatların paylaşılmasına razı olduğunu bildirib. Və bu məlumatlar nə üçün sorğulanır? Sizə ən çox vətəndaşların qarşılaşdığı hallardan misal gətirim. Tutaq ki, vətəndaş onlayn şəkildə hər hansısa bir banka daxil olur, bankın veb saytına daxil olur və kredit götürmək istəyir. Kredit götürdüyü halda biz vətəndaşa bununla bağlı məlumat veririk ki, həmin vətəndaşın kredit götürməsinin mümkün olması üçün bank onunla bağlı müəyyən məlumatlar əldə etməlidir. Və bu məlumatları da əldə etmək üçün vətəndaşın fərdi məlumatları sorğulanır. Lakin biz MyGov mobil tətbiqinin daxilində vətəndaşlara belə bir imkan da yaratmışıq ki, əgər bu sorğulanmalar vətəndaşı narahat edirsə, o rahatlıqla tətbiqin daxilində keçid edərək kateqoriya üzrə, müvafiq kateqoriya üzrə onu sorğulayan şirkətə daxil ola bilər və bu sorğulamanı dayandıra bilər. Ləman xanım, bəs bu sorğulamanı bloklamaq nə kimi fəsadlara yol aça bilər? Bu da yaxşı sualdır. Məsəl üçün siz hər hansısa bir kredit götürmək üçün banka müraciət edirsinizsə və həmin bank sizin məlumatlarınızı sorğulaya bilmirsə, bu zaman o sizə sadəcə kredit verə bilmir. Yəni burada hər hansısa bir fəsaddan söhbət getmir. Sadəcə dediyim kimi bizim vətəndaşlarımızda bir qədər belə deyim də rəqəmsal xidmətlərlə bağlı məlumatsızlıq olduğu üçün onlar məsəl üçün bunu girib bildiriş gəldikdən sonra bağlayırlar, lakin sonra bu bağlamanı etdiklərini unudurlar. O zaman sizi sorğulayan şirkət yaxud da sizə hər hansısa bir xidmət təqdim edən şirkət sizi sorğulaya bilmir. Yəni sizin məlumatınızı əldə edə bilmir rəqəmsal qaydada. Bu zamanda yəqin ki, onların yaxınlaşdığı məntəqələrdə onlara məlumat verir ki, zəhmət olmasa MyGov mobil tətbiqinə daxil olaraq konkret qurum üçün icazələrinizi açın ki, sorğulama baş verə bilsin. Yəni bunu bağlamaq ömürlük bağlamaq deyil, vətəndaşlar narahat olmasınlar. İstənilən zaman icazələri idarə etmək mümkündür. Bağlamaq yaxud da açmaq mümkündür. Artıq keçid edirik sonuncu suala. MyGov ID üçün yaş limiti varmı? MyGov ID-də bildiyiniz kimi 5 dənə fərqli giriş üsulu var və bu 5 fərqli giriş üsulunun hər birinin özünə məxsus detalları var. Sima rəqəmsal imza giriş üsulu ilə daxil olan vətəndaşlarda yaş limiti 7-dir. Lakin identifikasiya nömrəsi ilə giriş üsulunda qeydiyyat prosesində isə yaş limiti 15-dir. Ləman xanım, təşəkkür edirik. Bu günlük bu qədər. Sizin vətəndaşlarımıza demək istədiyiniz nəsə varmı? Vətəndaşlar müraciət edirlər, deyirlər ki, mənim parolum oğurlanıb, yaxud da hansısa ailə üzründə mənim parolum var və o mənim adımdan mənim hesabıma girərək müxtəlif əməliyyatlar icra edir. Bu baxımdan tövsiyə edərdim ki, öz şəxsi məlumatlarını, hətta ailə üzvləri olsa belə parollarını, fin məlumatlarını heç kimlə paylaşmasınlar. Aydındır, təşəkkür edirik. Mən təşəkkür edirəm, çox sağ olun. Əlavə suallarınız varsa şərhdə qeyd edin, növbəti rubrikalarda cavablandıraq. Sağ olun.